Mən Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova. Mən 10 ildən artıqdır ki, kitabxananın müdirəsiyəm. Kitabxanamız 1957-ci ildən fəaliyyət göstərir. Bugün kitabxanamızın qonağı Yazıçılar Birliyinin üzvü Raziyə xanım Kamil qızıdır. Buyurun, Raziyə xanım. Mən də hər kəsi salamlayıram. Doğrudan da bizim vətənpərvərliyimiz, elmimiz, zəkamız məktəbdən sonra elə kitabxanalardan başlayır. Arzu xanım, sizə öz dərin təşəkkürümü bildirirəm ki, qapılarınızı bizim üzümüzə açdınız. Gördüyünüz kimi, bax, bu gətirdiyim kitablar hardasa 40-a yaxın kitabdır. Bunlar mənim şəxsi kitabxanamda olan kitablardır, müxtəlif müəlliflərin kitablarıdır. Hər səhvədə, hər mövzuda o kitablarda yeni mövzular var. Amma bugün istədim ki, ən əsası da sizlərə, sizin kitabxanaya özümün qələmə aldığım Azərbaycan Yazıçılar Birliyinin üzvü 26 kitab müəllifi olaraq istədim ki, özümün qələmə aldığım bir neçə kitabı sizin kitabxanaya hədiyyə edim. O kitablar ki, hər biri vətənpərvərlik mövzusuna yazılıbdır. 44 günlük vətən müharibəsində mən ilk kitabımı o zaman nəşr elətdirdim və ondan sonra qərar aldım ki, vətən torpaqları uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın xatirəsinə həsr etdiyim yazıları mütəmadi olaraq dövrü mətbuatda nəşr olunsun. Bugün də sizə 4 kitabımı gətirmişəm hədiyyə. Bu kitab ki, Kərkicahın qəsəbəsi uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Kərkicahan igidlərinin xatirəsinə həsr olunubdur. Bu kitabı sizin kitabxanaya hədiyyə edirəm. Bu isə Füzuli rayonu Qərbənd kəndinin igid qəhrəman oğullarından biri olan Əhməd Quliyevin xatirəsinə həsr olunmuş Dastana Sığmayan Ömür adlı kitabdır. Bu kitabda sizin kitabxanada inanıram ki, böyük oxucu kütləsi tərəfindən sevə-sevə oxunacaq. Bu növbəti kitabım isə Can Qarabağ adlı kitabdır. Bəli, bizim igid oğullarımız can dedilər, vətən dedilər, Qarabağ dedilər, bir yola çıxdılar. Doğma Qarabağımızın azadlığı uğrunda canlarını fəda etdilər. Bugün biz firavan həyatımız, gözəl yaşayışımız üçün Ali Baş Komandana, rəsadətli ordumuza, igid qəhrəman şəhidlərimizə minnətdarıq. Vətən sağ olsun deyərək, vətən dardadır deyə silahı sarıldı, dəmir yumruq kimi. Bax, bu igid oğullarımız Ali Baş Komandanın ətrafında sıx birləşərək 30 ilin həsrətinə son qoydular. Bugün vətən torpaqları bütövləşdi, suverenliyimiz bərpa olundu. Var olsun şanlı müzəffər Azərbaycan ordusu, var olsun Ali Baş Komandanımız, var olsun çiçəklənən Azərbaycanımız. Yüksəkli Azərbaycan bayrağı Qarabağın hər yerində qürurla dalğalanır. Biz sizə, bu vətən sizə minnətdardır, qəhrəman oğullar. Sizə isə özlərini təşəkkürümü bildirirəm ki, kitabxananızın qapılarını bizə açdınız. Sizə bol oxucu kütləsi diləyirəm. İnşallah ki, inanıram ki, bu kitablar da oxucular tərəfdən sevə-sevə oxunacaq. Təşəkkür edirəm. Çox sağ olun, biz də təşəkkür edirik. Sizə uğurlar arzulayırıq yaradıcılığınızda. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yad edirsiniz. Çox sağ olun, təşəkkür edirəm.